Kim cennet üzlünün görmek istəyirsə, bu kişinin üzünə baxsın. Resulullah buyurur ki, yəni bu eşq ilə, bu məhəbbətlə, ilahi sevgi ilə bu cennet qapısından girə bilər. İndi bir irfan şairi o ibare için yazır. Derdiməndəm ya Resulallah, rəva ol dərdimə. Dəstigir ol ya Həbiballah bu asi mücrimə. Sən şəfaət kani var ikən, yalvarım mən kimə? Ben Resul-i Kibriyanım, bülbül-i nalandiyəm. Mücrimim, gerçi zamali Mustafa heyraniyəm. Ya Resul, lütfün bağında mürgi və şidalanayım. Asitani izzetinde bestu tayi divaneyim. Yanmışam hüsnü cemalın şənine pervaneyim. Ben Resul-i Kibriyanım, bülbül-i nalanıyım. Mücrimim, gerçi cemali Mustafa heyraniyim. Canını canana qurban eyləyər pərvanələr. Bəzmi aşkın nəşəsindən daş olur məstanələr. Aşiqin gözyaşlarından doldu hep peymanələr. Ben Resul-i Kibriyanım, bülbül-i nalaniyim. Mücrimim, gerçi cemali Mustafa heyraniyim. Ermek istersen koşar himmeti imdadına, Zan-ı dilden aşık olsan ismi zat-ı ratına. Ses verir ülvi mekler ateşin feryadına. Ben Resul-i Kibriyanım, bülbül-i nalaniyim. Mücrimim, gerçi cemali Mustafa heyraniyim. Bir mələklər də deyir, qiyamət günü deyir, Allah'a yalvaracaqlar. Tek bunları Əkrəm-i Tahadan şəfaət istəyərlər. Bugün həmən kişinin, həmən şəxsin bərat günüdür. Biz mələkut aləmindən ayrıldık, bu təbiyyətə, bu aləmə düşdük, biz öldük. Amma bu dünyada gedirlər əbədiyyətə qovuşanlara. Biz dirilərdir inşallah. Allah köməyimiz olsun. Hacı İsa kardeşimle üzr istəyirəm, bizim üstadımızdır. Hacı İsa kardeşim, Hacı İsa'da her şey var.